Özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışdılar. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasında çıxışı zamanı dövlətin qarşısında həm də xarici ölkələrə silah satmaq məqsədi dayandığını deyib. Ötən ilin avqustunda lisenziyalar və icazələr haqqında və digər qanunlara edilən dəyişikliklərdən sonra Azərbaycanda özəl şirkətlərin hərbi sənayedə fəaliyyətinə icazə verilib. Çünki bu çox gəlirli sahədir və nəzərə alsaq ki, bugün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır. Hərbi təyinatlı məhsullara əfsuslar olsun ki, bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bugün biz çox fəal işləyirik. Hazırda Dövlət Statistika Komitəsi hərbi sənaye və hərbi təyinatlı məhsulların xarici ticarəti barədə ayrıca məlumat açıqlamır. Lakin Nazirlər Kabinetinin ötən ilki hesabatına görə son 2 ildə dövlətin hərbi məhsullar üzrə sifarişlərinin həcmi 2 dəfədən çox artıb. Eləcə də hərbi məhsulların əhəmiyyətli hissəsi ixraca yönləndirilib. 2023-cü ildə həmin dövrdəki Müdafiə Sənayesi Naziri Mədəd Quliyev mətbuata demişdi ki, hətta ABŞ də Azərbaycandan silah sursat alır. Lakin Azərbaycanın silah satdığı ölkələrin adları əsasən ictimaiyyətə açıqlanmır. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov bu sahədə şəffaflığın vacib olduğunu deyir. Onun sözlərinə görə silah istehsalı tenderlərini hansı özəl şirkətlərin qazanması barədə heç bir məlumat verilmir. Belə gözlənilir ki, milyardlarla vəsait sərf olunur və olunacaq bundan sonra. Amma bununla bağlı hər hansı cəmiyyətə açıqlama verilmir. Özəl şirkətlər kimlər cəlb olunacaq, tenderlər necə keçiriləcək, şəffaflıq necə təmin olunacaq, hesabat necə təmin olunacaq, buna bağlı hər hansı məlumat verilmir. Və bu göstərir ki, bu siyasi hakimiyyətin yeni bir biznes obyektidir, mənbəyidir və burada hər hansı bir çirkli pulların yuyulması, əlavə pul gəlirlərinin əldə olunması istisna deyil. Cəsur Məmmədov düşünür ki, Azərbaycan uzun illərdir Türkiyə və İsrail ilə hərbi sahədə əməkdaşlıq etdiyinə görə silah istehsalında da bu ölkələrlə birgə işləyə bilər. Amma keyfiyyət məsələsi var. Yəni bu məsələni nəzərə almaq lazımdır. Yəni bu nə dərəcə keyfiyyətli olacaq? Çünki dünyanın hazırki silah bazarında keyfiyyətli silahlar dominantlıq edir. Yəni NATO silahları dominantlıq edir. Azərbaycanın silahı nə dərəcə keyfiyyətli olacaq? Bunun üçün hansı araşdırmalar aparılıb? Çünki indiyə qədər Azərbaycan ən azı kiçik bir texniki bir şey istehsal edə bilmir. Yəni hər hansı bir ortada bir maqnitofon istehsalı belə deyək yoxdur. Yəni ən azı bir mikrofon istehsalı deyək bir şey yoxdur. Azərbaycan artıq 2 ildir ki, hərbi və təhlükəsizlik xərclərini artırır və bu rəqəm büdcənin 20%-dən çoxunu təşkil edir. 2026-cı ilin dövlət büdcəsində müdafiə xərcləri 8 milyard manat və ya ümumi büdcənin 21% qədər nəzərdə tutulub.